Salam, bugün sizlərlə Nərgiz Nəcəf 250 sınaq toplusundan 20-ci sınaq artiklın sınağının izahını baxacağıq. Birinci sualdan başlayaq. Choose the variant, düzgün variantı seçin deyir. Re və Amazon. Amazon çay adıdır. Çay adlarından biz Z artiklını verirdik. Ona görə də D ilə Y yanlışdır. Sonra ikinci səhvdə Atlantic Ocean, Atlantik okeanından söhbət gedir. Okeanlarla biz həmişə Z artiklını verirdik. Ona görə C ilə B variantı yanlışdır. Cavab olar A variantı. İkinci suala baxırıq. Do you know what connects Lake Michigan? Lake sözünü görəndə artikl vermirdik. Ona görə C yanlışdır, D yanlışdır. Getdi bunlar. İkinci tərəfdə də Mississippi River çay adıdır. Çay adları ilə də biz Z artiklını verirdik. Ona görə də Y ilə B variantı səhvdir. Cavab olar A variantı. Üçüncü sualda Panama kanal. Kanallarla biz nə verirdik? Kanallarla Z artiklını verirdik. Ona görə C yanlışdır, A da yanlışdır. İkinci səhvdə C dəniz var. Dənizlərlə biz Z artiklını verirdik. Ona görə B variantı da yanlışdır. Üçüncü səhvdə də Pacific Ocean sakit okean deyir. Okeanlarla da biz Z artiklı verirdik. Ona görə də cavab olacaq Y variantı. Dördüncü sualda Re və Nil çay adıdır, Z artiklı olacaq. C yanlışdır, D də getdim. İkinci səhvdə də lake var. Lake sözünü gördük burada. O zaman biz artikl verməyəcəyik. A da yanlışdır. Və Z artikl verəcəyik üçüncü tərtədə. Çünki dənizdən söhbət gedir. C. Cavab olacaq B variantı. Beşinci sualda some people think that Amazon is longer than Nil. Nil çaydır. İkinci tərəfə ilə Z artikl verəcəyik. 3 variantımız çıxır. Birinci səhvdə də Amazon çaydır. Ona görə də Z artikl verməliyik. Cavab olar A variantı. Altıncı sualda Amazon yenə də çay adıdır. B getdi, C getdi. Z artikl verməliyik. Is a beautiful olardı. A beautiful. Y variantı da yanlışdır. South America. South America'da da biz artikl verməyəcəyik. Ona görə də cavab olacaq D variantı. 7-ci sualda London stands on bank of River Thames. Baxırıq ki, burada London gəlibdir və biz burada artikl verməyəcəyik. Ona görə də A variantı yanlışdır. İkinci səhvə baxırıq ki, bank on the bank of sabit ifadədir. Ona görə də D ilə Y də yanlışdır. River Thames. Burada da baxırıq ki, river deyir, çaydan söhbət getdiyinə görə burada da Z artiklı verməliyik. Cavab olar B variantı. 8-ci sualda river Nil yenə də çay adıdır. Ona görə Z artiklı verməliyik. İkinci səhvdə də yenə də dənizdən söhbət gedir. Yenə də Z artiklını verməliyik. Ona görə də cavab olar D variantı. 9-cu sualda river Thames yenə də eyni tipli sualdır. Çay adı deyirsə yenə də Z artiklı verməliyəm. İkinci səhvdə də London şəhər adıdır. Ona görə artikl verməməliyəm. Ona görə cavab olar Y variantı. 10-cu sualda da Nil çay adıdır. Ona görə də artikl verməliyəm. İkinci səhvdə də longest. Longest üstünlük dərəcəsində olan sifətdir. Ona görə də Z artikl verməliyəm. In the world da sabit ifadə idi. Cavab olar Y variantı. 11-ci sualda Amazon stars. Amazon deyir. Burada verəcəyik biz Z artiklını verəcəyik. Amazon çaydır. Çaylarla Z artiklı verilirdi. Üçüncü səhvə baxırıq ki, Atlantic Ocean sakit okeanda okeanlarla da Z artiklı verilirdi. Y də buna görə getdi. Və sonra baxırıq ki, in the Andes Mountains and empties into the Atlantic Ocean şəklində olacaq. Cavab olur A variantı. 12-ci sualda baxırıq ki, Atlantic Ocean yenə də okeandır. Ona görə Z artiklı verməlidir birinci tərəfdə. İkinci sınıfda da bayla nəqliyyat vasitələri gəldikdə qayda vardı. Bayla nəqliyyat vasitələri gəldikdə artikl istifadə olunmurdu. Cavab olur A variantı. Daha sonra The Atlantic Ocean yenə sakit okean deyir. Ona görə artikl verəcəyik. Sonra on ship verilirdi və burada da biz on a ship olardı. O D variantı. If you go from England to America by ship, bayla nəqliyyat vasitəsi olan da artikl istifadə olunmurdu. Atlantic Ocean sakit okeanda okeanlarla da Z artikl istifadə olunurdu. Ölkələrlə də ümumiyyətlə artikl verilmirdi. Buna da uyğun variantımız B variantıdır. 15-ci sual. 15-ci sualda da cavabımız olur D variantı.
üstünlük derecəsində olan sifətlərlə biz Z artiklı verirdik və like sözü varsa da biz orada artikl vermirdik. 16-cı sualda river çaydı, ona görə də Z artiklı verəcəyik. Ona görə də 3 variantımız çıxdı. London ölkə adıdır, şəhər adı daha doğrusu. Ona görə artikl verməyəcəyik. Üçüncü səhifəmizə də baxdıqda görürük ki, Times verilibdir və orada da Z artiklı istifadə olunacaq. Cavab B variantı. 17-ci sualda Avstriya ölkə adıdır, artikl istifadə olunmaz. Ona görə də C, D, Y variantlarını çıxırıq. Üçüncü səhifədə Pacific Ocean, Sakit Okeanda Z artiklı veririk. Between the Indian Ocean, Hindistan okeanından söhbət getdiyinə görə biz orada Z artiklı verməliyik. Cavab olur B variantı. Daha sonra 18-ci Sahara Desert, deməli səhradan söhbət gedir. Səhradan olan Z artiklı istifadə olunardı. Atlantic Ocean'da, Sakit Okeanda yenə Z artiklı istifadə olunar. B də yanlışdır. Rivenil yenə də deməli burada çayda, ona görə də cavab A olacaq. Orada da Z artiklı verəcəyik. 19-cu sualda Atlantic Ocean yenə də Sakit Okeandır. Z artiklı verməliyik orada. C ilə D variantlar gedir. Amerika ölkədir. Oradan istifadə olunmur. Və Europe-də həmçinin onunla da artikl istifadə olunmur. Cavab olur B variantı. 20-ci sualda different types of fish in Lake Baikal. Lake sözü olanda ümumiyyətlə artikl biz vermirdik. A ilə C variantları çıxır. Catch, different var. Və biz burada heç artikl verməyəcəyik. Ona görə də cavab olar B variantı. Beləliklə artikl sınavımızı yekunlaşdırdıq. Növbəti izahlarda görüşənə qədər.